kəfəninə qismət olsun. Heç onu sağ yeməyəsiniz. Heç belə sağ yeməyəsiniz. Balalarınızın meydinə, balalarınızın kəfəninə qismət olsun. Heç onu sağ yeməyəsiniz. Heç belə sağ yeməyəsiniz. Balalarınızın meydinə. Və təbii ki, Ramiz Mehdiyevdən zərbə alan 42 min ailənin məsələsinə keçmək istəyirəm. 42 min ailə etiraz edir. O ləğv etdi deyir söhbət. 42 min ailəni təmsil edən özəlləşdirmə çeklər qrupunun redaksiyamıza göndərdiyi müraciətdən gedir. Musavat.com-a danışan qrupun nümayəndəsi təqaüddə olan Tahir Axundov bildirib ki, uzun illərdir ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşlara verilmiş pay çeklərinin, yəni özəlləşdirmə çeklərinin hüquqi dəyəri və istifadəsi məsələsi açıq qalır. O qeyd edib ki, bu məsələ artıq 10 minlərlə ailənin mülkiyyət hüququ və sosial təminatı ilə bağlı ciddi bir problemə çevrilib. Deyir, bizim özəlləşdirmə paylarımız, yəni miras əmlak paylarımız qanunla təsbit olunmuş hüququmuzdur. Onları satmamışıq, itirməmişik. Sadəcə dövlət bu hüquqların reallaşması üçün şərait yaratmayıb. Qanun açıq şəkildə deyir ki, bu paylar dövlət əmlakının özəlləşdirilməsində ödəmə və tədavül vasitəsi kimi işlədilməlidir. Deyir, təəssüf ki, bəzi məmurların səhlənkarlığı və ya məqsədli addımları nəticəsində bu hüquq illərlə bloklanıb. Müraciətdə qeyd olunur ki, 1995-ci ildə qəbul olunmuş dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun və Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı 450 saylı fərman bu sahədə hüquqi bazanı müəyyən edib. Həmin sənədlərə əsasən özəlləşdirmə prosesində dövlət əmlakının ən azı 65% vətəndaşların pay çekləri vasitəsilə bölüşdürülməli idi. Tahir Axundov bildirir ki, bu prinsiplər 2004-cü ildən etibarən bir sıra fərman və qaydalarla, qərarlarla pozulub, nəticədə isə vətəndaşların qanunla verilmiş hüquqlarının həyata keçirilməsi qeyri-mümkün olub. Qrupun üzvlərinin sözlərinə görə həmin dövrdə prezident administrasiyasına rəhbərlik edən Ramiz Mehdi və onun ətrafında toplanan bəzi məmurlar Heydər Əliyevin imzaladığı hüquqi sənədləri səhv formada şərh edərək və ya məqsədli şəkildə fərqli istiqamətə yönəldərək özəlləşdirmə prosesini də ləngidiblər. Deyir, biz bunu açıq şəkildə dövlət səviyyəsində hüquqi səhv hesab edirik. Əgər bu səhv olmasaydı, bugün 42 min ailə öz haqqını tələb etmək məcburiyyətində qalmazdı. Qrupun təmsilçiləri qeyd edirlər ki, Heydər Əliyevin imzaladığı sənədlərdə açıq şəkildə göstərilir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir. Onlardan imtina və ya dayandırılma qanunla belə konstitusiyaya ziddir. Dövlət bu hüquqları qorumağa borcludur. Müraciətdə vurğulanır ki, bu məsələnin illərlə həll olunmaması dövlətin iqtisadi imicinə və sosial ədalət prinsiplərinə mənfi təsir göstərir. Eyni zamanda korrupsiya üçün də zəmin yaradır. Əgər 42 min ailə bugün hüququnu tələb edirsə, deməli məsələ sırf şəxsi maraq yox, ictimai əhəmiyyətli problemdir. Biz istəyirik ki, Milli Məclis bu məsələni gündəliyinə daxil etsin, müvafiq komissiya yaradılsın, hüquqi və iqtisadi əsaslar isə yenidən qiymətləndirilsin deyib və xahişi də bundan ibarətdir ki, sözü gedən qrupun həm deputatlara, həm də kütlə informasiya vasitələrinin nümayəndələrinə müraciət edirlər və deyirlər ki, bu məsələ ictimai müzakirəyə çıxarılsın, vətəndaşların miras əmlak paylarının dəyərinin təmin olunması üçün tədbirlər görülsün. Bu məsələ nə qədər deyir yubadılırsa, bir o qədər insan haqqına çatmadan dünyadan köçür. Xalqın 65%lik payı qanunla xalqa məxsusdur deyir. Onu canlandırmaq, hüquqi əsasını bərpa etmək həm dövlət, həm də cəmiyyət qarşısında vicdan borcudur. Ədalətsiz cəmiyyətdə, belə ədalətsiz qayda qanunların işləmədiyi bir cəmiyyətdə yaşayanda Azərbaycan cəmiyyətinin bu belə fəqir bəndəsi də bu gün üsyan edir. Mən son vaxtlarda bunu çox ciddi müşahidə eləmişəm. Demək, Azərbaycan çox qəribə ölkədir. Azərbaycanda dövlətlə vətəndaş arasında qəribə borclu, borcalan münasibətlər var. Mən vətəndaş olaraq Sevinç, Əli, Vəli, Pirvəli dövlətə borclu olanda ki, məsəl üçün, tutaq ki, cəriməmiz var, işıq pulu var, qaz pulu var, vergidir, nə bilim, sosial müdafiədir və s. ki, hansını biz ödəməliyik, deyilmi? O məsələlərdə dövlətin mexanizmi çıtır-çıtır işləyir. Yəni, güzgü kimi işləyir. Sanki Alman mexanizmindən işləyir. Mənim borcum varsa, dərhal, maşında cəriməm varsa, dərhal cərimənin məbləğini qeyd edirlər, telefonuma SMS gəlir, mən ödəməliyəm, ödəməyəndə polis maşını saxlayır, cərimə meydançasına aparır və s. və əlaxır. Və yaxud da ki, işığın pulunu ödəməyəndə işığı kəsirlər, vergi, banka borcum, sərhəddə saxlayırlar və s. və əlaxır. Yəni,
Alman sistemidir, mükəmməl bir sistemdir. Amma dövlətin mənə borcu olanda Afrika qanunları hökm sürür bu ölkədə. Nətər? Mən uşaq Azərbaycanda dünyaya gəlir, demək, belə deyək, ödənişsiz səhiyyə deyilən şey, pulsuz səhiyyə deyilən bir şey yoxdur. Uşaq bağça yaşına çatır, demək, dövlət bağçası yoxdur, varsa da ora girmək çətindir. Yenə də biz valideynin üzərinə düşür, rüşvət veririk və s. və axır. Məktəb mərhələsi eyni şəkildə, müalicəmiz eyni, lüqotlarımız eyni, yəni heç biri yoxdur. Yox oğlu yox, heç biri yoxdur. Yəni, gəlir uşağı oxutmaq məsələsi gəlir, yenə valideynin üzərinə düşür. Məktəbdə təhsilin tılsımdan xəbər yoxdur. Yəni, mənim dövlət qarşısında borcum olanda dövlət super işləyir. Amma dövlətin mənim qarşımda borcu olanda evdə heç kim yoxdur. Heç kimi tapa bilmirik bu istiqamətdə. Yəni, baxın, bu çox ədalətsiz bir sistemdir. Və sonra belə bir cəmiyyətdə böyüyən uşaq, mənim uşağım, sizin uşağınız, gəlir çatır 18 yaşına və dövlət ona deyir ki, gəl vətənə borcunu ödə. Mən bilmək istəyirəm, o borc necə yaranıb? O borc əslində valideynin borcu, yəni valideynə borcludur övlad. Oxumağına görə də, müalicəsinə görə də, təhsil almasına görə də, bütün imkanlarına görə ki, valideyn ona dişi ilə, dırnağı ilə çalışaraq təmin edib. Amma dövlət bir anda gəlir, uşaq 18 yaşına çatanda deyir ki, gətir bura görün borcumu, get əskəriyə. Yenə də deyirəm, bu ordu bizimdir, bu dövlət bizimdir, bu torpaq bizimdir, bu vətən bizimdir. Amma biraz insafla da, yəni lazım olanda demək ki, işləyə bilirsiniz də. Özünüzə sərf edəndə işləyə bilirsiniz. Cəriməmi məndən almaq istəyəndə super işləyirsiniz. Mənim işığımın borcu, belə deyək, üst-üstə yığılanda gəlib işığımı da kəsə bilirsiniz. Amma sizə gəlib çatanda, sizin etməli olduqlarınıza gəlib çatanda, siz onları unudursunuz, dırnaq arasında unudursunuz. Və dövrəyə girir Afrika qanunları. Bu necə ədalətdir? İngilislər demişkən, where is ədalət? Yəni, haradadır, biz onu niyə tapırıq?